avtomobil xarab oldu önünüzdə. Yəni mühərrikdə nəsə problem var, misal üçün deyirəm də bunu. Yaxud da ki, başqa bir maneə var qarşınızda. Bardur var yerdən. Daha gedə bilmirsiniz. Saxladınız. Reversə keçirdirsiniz ötürmələr qutusunu. Sükanı tam şəkildə sağa döndərib ki, avtomobilin arxası sağa getməlidir. Biz də istəyirik ki, arxası bura getsin ki, biz o dönüşünü tamamlaya bilək. Ayağını əyləşdən tam götür. Ay, sabah bunu deyirdim. Ön hissəndə maneə ilə avtomobil arasında 2 metr olana qədər getməlisən arxaya. Bıraxtorumuzu qoy getsin. Ay, sağına bax, soluna bax, orta güzgüyə bax, kamera olanda kameraya da bax. Köməkçidir kamera, bunu unutma. Dayandıq. 2 metr olduğu məsafəni necə hiss eləyirik? Avtomobilin ön hissəsi həmin maneənin aşağıdan bu qədər hissəsini görsə, yəni görməsə də kifayətdir də, yəni bu qədər hissəsini. Aydındır. Məsələn, ağacın dibini görməsən də olar, biraz